Maliyyə vərdişlərini dəyişdirməyin psixologiyası. Pul yığmaq istəyirsən, amma alınmır, büdcə tutmaq çətindir, problem səndə deyil, sənin beynində formalaşmış maliyyə vərdişlərindədir. Gəlin bu mexanizmi bir yerdə açaq. Köhnə düşüncə tərzi. Pul haqqında düşüncəmiz illərlə formalaşmış inanclardan doğur. Pul gələn kimi xərclə, bir dəfəlik yaşa kimi fikirlər illərlə beynimizdə qalır. Vərdişin mahiyyəti. Vərdişlər təkrar olunan davranışlardır. Sən hər dəfə maaş alanda əvvəlcə xərcləyirsənsə, beynin bunu normal sayır. Yəni dəyişmək üçün sadəcə iradə yox, yeni sistem lazımdır. Kiçik addımlar. Dəyişiklik böyük olmamalıdır. Məsələn, gəlirinin cəmi 5%-ni avtomatik yığım hesabına yönləndir. Kiçik qalibiyyətlər beynə siqnal verir. Mən bacarıram. Emosional tətiklər. Çox vaxt özümüzü mükafatlandırmaq istəyəndə nəsə alırıq. Amma bu hissi dəyişmək olar. Mükafatı xərclən yox, irəliləyiş hissi ilə al. Yəni sən xərcləri planlaşdırırsan. Artıq şeylər almırsan. Bu çox gözəldir. Yeni düşüncə. Pul sadəcə xərcləmək üçün deyil, azadlıq yaratmaq üçündür. Əgər kifayət qədər pul yığmısansa, sən öz planlarını gerçəkləşdirə bilərsən. Unutma, maliyyə savadlılığı rəqəmlərlə yox, düşüncə ilə başlayır. Əgər pulla bağlı vərdişlərini dəyişsən, gələcəyini də dəyişəcəksən. Kiçik addımla başla, bugün.